Yapışkanlar. Bunlar da üstündedir. Metal ve onun emal texnologiyasına ait simlər, məftillər. Kronştey, böyük və kiçik. Bunlar mismarlar və şuruplar. Elektrotexnik işlərə, fen haqqında. Burada əl işləri, usta alətləri. Sumbata kağızı. Zərf hamarlamaq üçün, əşyalar hamarlamaq üçün. O da sumbata kağızı, xırda dənə sumbata kağızıdır. Burada dozer. Bu keramika üçün. Mətbəx alətlərindən. Orada simlərdir. Parçanın emalı texnologiyası bölməsinə aid. Buradan deməli paltara knopkalar yerləşdirmək üçün. Burada qırçıqlarımız, kurçok toxumalar var. Lehimlama alətimiz. Burada qurğuşun. Bu steplerdir. İri bir mebel əşyasının dikilməsi üçün. Bu da dikiş maşınımızdır. İşlək vəziyyətindədir. Deməli, qaldırdıq yuxarı, tabanı da qaldırırıq. Və parçanı qoyuruq aşağı hissəsinə, tabanı vururuq və aşırımız saplı deyil. Belə. Dərtə üçün lazım olan saplar, iğnələr, muncuq tikmə. Buradan belə muncuqlar. Alətləri. Ay, düşməyirəm. Bundan istifadə çox qəşəng əl işləri hazırlayırlar. Buradan biraz titredi. Deməli, bu da pompalar hazırlamaq üçündür. Uşaqlar bundan qəşəng pompa əl işləri hazırlayırlar. Bura bizim texnologiya otağımızdır. Bölünmə qrup olan maraqlıdır. Çalışırıq dərslərimiz maraqlı keçsin. Qayçımız. Burada belə muncuqlar, qaşlar, güllər.